iş adamı dostumuzu və onun şirkətdəki son yenilikləri, uğurları sizin diqqətinizə çatdıracaq. Şirkət missiyasını, bugünkü bazarda yeri, rolu, çəkisi və bu barədə danışacaq. Diqqətiniz bizdə olsun və yaxşı məlumatlarımız var, bol xəbərlərimiz var, rubrikalarımız var, təqdimatını edəcəyik bugün sizinlə və həmçinin də yaxşı bir mövzumuz da olacaq. Elə bugün hüquqi mövzudan danışacaq və biznes mühitində hüquq amilindən toxunacaq və biznes mühitində hüquqi prosedurlar, hüququn rolu, yeri, ümumiyyətlə elə məsələlər var ki, hüquqi məsələlərə biznes mühitində istər investisiya imkanları baxımından, istərsə də investor imkanları baxımından, təsisçilik baxımından və son dönəmlərdə bizim bir neçə vəkillər də var, hüquqşünaslar da var. Soruşurum onlardan, tədbirlərdə olanda. Mən də ki, sual verməsəm qala bilmirəm. Sual verdim ki, yaxşı, son dönəmlərdə biznes mühitində ən çox mübahisədir, məhkəməyə gedən məsələlər nədir? Deyir, təsisçilər arasında qırğındır. Təsisçilər başlayanda yaxşı başlayırlar. Dost, qardaş, biz ayrılmarıq, bizim biznesimiz belə, biz biznesə yaxşı başlayacaq, gəlirlərimiz belə olacaq, belə böləcək, hər şey halallıqla, nəhayət 3-5 manat pul gəlir və yaxud 3-5 manat artıq gəlir, onda artıq qardaşlıqdır, o neçə il öncə işi təsis edəndə 2 qardaş, 3 qardaş və ya qardaş, yəni nisbi deyirəm, yəni dostcasına, o işə başlarkən etdiyiniz and içmələrin heç bir əhəmiyyəti olmur, onlar keçir arxa plana və başlayır artıq oradakı o 3-5 manat bizim bütün işimizə təsir etməyə və münaqişə yaratmağa, tərəflər arasında gərginlik yaratmağa, narazılıqların yaranmasına və bu zaman bu işdə hüquq başlayır işə daxil olmağa və artıq tərəflərin mübahisələri, məsələlərin həlli, sənədləşmə prosedurları, qanun nədir və bugün o məsələlər yenə aktivdir. Yenə müraciət olunan əsasında yəqin ki, fikrimi bizim indi qonağımız da bir daha da təsdiqləyər. İllərdir bu bazarda varlar və mən özüm də bunları sosial media səhifələrindən izləyirəm və özümüzdə xoşluqdur ki, dəvət etmişik Ekol Vəkil Bürosu və bu büronun da direktoru Emin müəllim bizimlə bərabərdir, Emin İsayev, həmçinin də Vəkillər Kollegiyasında üzvüdür və bugün xoşdur ki, dəyərli dostumuzla danışacaq, özdə bu mövzu üzərindən danışacaq, elə belə bu mövzuya giriş etmədim, yəni başlamaz niyə qırğın dava ilə başlayım ki, filmimizi, deməli səbəb var, başlamışıq qırğın davanın hüquqi tərəflərini, o işi yumuşatma tərəfini, qanun tərəflərini, nə bilim, bəlkə də təzminat tərəfini mən danışmayacağım. Bunu Emin müəllim danışacaq, illərin təcrübəsi danışacaq. Emin müəllim, xoş gəlmişsiniz. Xoş gördük. Necəsiniz? Həm sizi, həm izləyicilərimizi, həm də dinləyicilərimizi salamlayıram. Təcrübə budur, baxın, gördünüz? Mən də bir məsələyə giriş edeyim. Hüquq qırğın demək deyil. Qırğın olandan sonra müraciət elədiyimiz üçün hüquqi qırğın olaraq. Əslində qırğın olmaması üçün hüquq lazımdır. Çünki telefonlaşıldı üzrə hesab edir. Belə olur deyə bizdən qatırlar. Heç çörəmən yapayız olursa. Əslində elə deyil. İndi başlamışdıq, nə olub ayrı fədərə başlayan kimi qırğın da var, eləmi? Bizi cəmiyyətdə bir dönəm ancaq boşanma işi görən vəkillər, hüquq deyəndə boşanma işi görən şəxs kimi tanıdılar. Biraz bunu həm Vəkillər Kollegiyasının rəhbərliyi bu o stereotipi qırdı. Vəkillərin müxtəlif sahələri əhatə edən peşələrin sahibləri olaraq, yəni kommersiya hüququnda, inzibati hüquqda, cinayət hüququnda və mülki hüquqda fərqli sahələri, korporativ hüquqda o qədər həkimlik kimi vəkilliyin də bir çox sahələri var və orada ixtisaslaşan vəkillərimiz var. Bunu sadəcə qeyd eləmək istədim. Düz elədim, müəllim. Bundan da əlavə sizin o çıxışınızdakı, yəni girişdən daha doğrusu bir hissə ilə bağlı bu məşhur yəhudilərlə bağlı olan şey var ki, yəhudilər məhkəmədə prosesə başlayırlar, yəni çəkişmə ilə başlayırlar işin başında. Sonra yeyib-içmək masasında bunu qeyd edirlər. Amma bizdə yeyib-içmək masasında başlayırıq, məhkəmə ilə bunun yaxşı tərəfidir, daha böyük psixoloji çöküşdə, tək iş çökmür, o prosesdə inam, psixologiya, hər şey alt-üst olur ki, biz bunun daha pis tərəfləri isə Allah uzaq eləsin,
İçkilər, çox intiharlar, həbsxanalar və s. Yəni bunun başlanğıcı və sonu fərqli ola bilir yəni. Çünki indi illərdir bu sahənin içindəyik və görürük. Neçə ildir bu? Artıq 15 ildir. 15 ildir. Sırf praktik olaraq bu sahənin içində. 15 ildir qırğındasın müəllim. Yox, mən xoş tərəflər. İndi yavaş-yavaş biz izah eləməyə çalışdığımız, yəni sağ olun, dəstək verirsiniz bu prosesə. Bu maarifçilik də önəmlidir. Xüsusən biz gənc dövlətik, sahibkarlarımız da gəncdir. Yəni deyimmək. Bugünün özündə maariflənmə sözünü biz pis qəbul etməməliyik. Hələ də maariflənməyə ehtiyacımız var. Hər bir istiqamət üzrə. 35 illik dövlətik. Yəni bu hüquq sistemi Amerikada 200 ildir, İngiltərədə 1200 neçədən, min illərdir gedir. Və biz birdən-birə əslində yol aldığımız, qət elədiyimiz istiqamət mənfi deyil. Yəni yavaş-yavaş müsbətə doğru gedir, yeni sahibkarlar çıxır, yeni biznesmenlər çıxır, elə sizin özünüzün də başlatdığınız bir network var. Yəni bu prosesin hamısı bu prosesə müsbət təsir edən hallardır. Bəli, mənfiləri görərək nə deyə bilərik ki, mənfilər hər yerdə var. Mənfi olmalıdır. Niyə tənqiddən qaçmaq ki? Açarıdır. Bəli, tamamilə doğrudur. Bəzən biz bunu dostlarımıza da deyirik ki, tənqiddən qaçmaq olmaz. Hətta mən özüm hər həftəlik Emin bəy, bizim işimizdə belə bir yanaşma var. Bizim həm komandamız, həm bizim klubumuzdakı dostlar bilirlər. Bizim hər həftə bizim hesabatımız var. Hətta mən öz hesabatımı fərdi şəkildə özümə də verirəm. Yəni özümü belə tənqid edirəm. Yəni bu çox normal bir şeydir. Və işə tənqid əslində bir müsbət yönündə dəyişikliyi gətirib çıxaracaq. Təşəkkür edir efir başlamaz bizə yazanlar. Gülüşümüzü belə deməli xoş qəbul edən dostlarımız Orxan bəy yazır bizə. Sağ olsun. Nə yazır bizə? Biz vəkil olmaq üçün nələri oxumalıyıq? Vəkil qonaqlarınızın işi uğurlu olsun. Bunu indi birazdan bizim dəyərli dostumuz deyər. Sizin sualınızı təqdim edər, amma öncəliklə Emin müəllim bir eko şirkət haqqında məlumat versin bizə, vəkil bürosu haqqında məlumat versin bizə, komanda, iş, istiqamətlər, uğurlar, nə kimi bax, hüquq məsələlərində illatdakı hansısa problemin həlli deyil. Bu illərin, bəli. Buyur, məlumat verək şirkətimiz haqqında. Mən Ekol Vəkil Bürosunun direktoruyam. Ekol Vəkil Bürosu Ədliyyə Nazirliyinin qeydiyyatdan keçib. Eyni zamanda təbii ki, bir vəkil olmaq üçün biz Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlüyünə və elə sualla paralel üzvlüyünə daxil olmamız lazımdır. Ondan sonra büro təsis olunur. Ekol Vəkil Bürosunda 40-dan çoxu, hal-hazırda bizim 46 vəkilimiz var. Bunlar müxtəlif sahələrdə ixtisaslaşıblar. Əsas hədəfimiz də ixtisaslaşmanı təşviq eləməkdir. Yəni, büro olaraq yola çıxdığımızda yəni müxtəlif sahələrdə hüququn bir qolu yoxdur. Siz necə həkimə gedərkən böyrək həkimi ayrıdır, ürək həkimi ayrıdırsa, eyni hüquqdadır. Məsəl üçün bir adam həm cinayət görə bilərmi? Bəli, görə bilər və daha professional insanlar var. Amma biz bunu təşviq etmirik. Bizim əsas təşviq etdiyimiz həm gənc vəkillərə, həm ekspertlər vasitəsilə onların bircə fəaliyyətini təmin etməklə biri olaraq istədiyimiz nüans ki, kollegiya da bunu təşviq edir, yəni ixtisaslaşma yönümlü getməkdir ki, bunun uğura daha çox gətirəcəyinə inanırıq. Onun üçün hüququn müxtəlif sahələrində, cinayətdə, inzibatidə, kommersiya hüququnda, eyni zamanda mülki hüquqda bu prosesin ixtisaslaşma yönünü aparırıq. 46 vəkillə hal-hazırda yola davam edirik və böyüyə gedirik. Bundan əvvəl mənim özüm şəxsən bir neçə şirkətin müşahidə şurasının üzvüyəm, idarə heyətinin üzvü olduğum şirkətlər var. Sırf korporativ tərəfdən onlara, korporativ hüquq tərəfdən xidmət göstərirəm. Və bir də paralelində, bayaq sualın paraleli kimi sizin daha çox bizi tanıdığınız Ekol Akademi də paralel fəaliyyət göstərir. Oradan daha çox izləyirəm sizi. Bəli, bir ara hər kəs Ekol Akademi büronu daha çox keçmişdi tanınması nəticəsində. Onun da bir zərurəti var. Çünki orada da biz bəlkə yeganə büro yox ki, öz üzvlərimizi altdan yetişdiririk də. Yəni bu prosesdə yəni öz vəkil üzvlərimizi hazırlayıb bizim hal-hazırda vəkil olan. Gələcəyə yatırım edirsiniz. Bəli. Addım-addım gedirik. Gəncləri, yenicə bu işə başlayanları, həvəsi olanlar və yaxud da ki, gənc olmasın, yəni marağı var, öyrədirsiniz akademiyada və gələcəyin vəkili olaraq. Hətta bizdə yeni bir yola çıxmışıq. Biz baxdıq ki, xeyli hüquqa həvəsi olub, hüquq diplomu alıb, amma fərqli sahələrdə çalışan yoldaşlar var. Onlar təzədən başlamağın yollarını axtarırdılar. Biz bir hüquq içillik deyə bir proqram hazırladıq ki, onlar hal-hazırda iş görürlər və fəaliyyətləri var, ya biznesdədirlər, ya müəyyən bir yerlərdə işləyirlər. Biz onlayn olaraq onlara yenidən hüquqa A'dan
Z-yə qədər yenidən belə tədris etməyə başlayırıq ki, o 3 illik niyə deyirəm? Çünki hüquqda stajlar var. Yəni vəkil olmaq istəyirsinizsə, sizin 3 il staja ehtiyacınız var. 5 illik hakimlik üçün stajlar var. Bu prosesə hazırlaşmaq üçün biz bir hazırlıq tədris proqramları da hazırladıq ki, o yoldaşlar da qoşulsunlar. Tutaq ki, hüquqdan kənar qalmış yoldaşlar da və bununla da belə deyək, cəmiyyətə peşəkar hüquqşünasları qazandıraq. Çünki bizim bir fərqimiz akademiya olaraq nəzəri bilgilər vermirik. Çünki praktikanın tam içindən gəldiyimiz üçün indiki dövrdə olsa təkcə nəzəri qəbul olunmur. Yəni bu gün ən önəmli məsələlərdən biri də onun praktik həllidir. Yenə də imtahana hazırlaşmaq istəyənlər istər-istəməz qaçır test və ya nəzəri bilgilərə, amma biz paraleldə o həmin dönəmi praktika tərəfini də verməyə çalışırıq ki, vəkilliyə girərkən təzədən bir də uzun müddət öyrənməyə vaxt sərf eləməsinlər. Bunun üçün bizim illərlə çalışan ekspert vəkillərimiz var. Onları tədrisə cəlb eləməyə çalışırıq. Sağ olsunlar, qoşulurlar bizim akademiyada tədrislərə. Müxtəlif təlimlər verməyə çalışırıq ki, həm öz vəkillərimizə, həm kənardakı hüquqşünaslara daha çox bu prosesə qoşulsunlar və inkişaf olsun. Akademiya tərəfi neçə ildir fəaliyyətdədir? Akademiya 2 ildir fəaliyyətdədir. 2 ildir. 3-cü ilə keçir akademiyada. Əla. Və bir dinləyicimiz də yetmir. Orxan bəyin dediyi kimidir. Biz vəkil olmaq üçün nələr oxumalıyıq? Birinci vəkil olmaq üçün hüquq diplomu olmalıdır. Vəkillik lisenziyalı fəaliyyətdə. Yəni sizin hüquq diplomunuz olmasa o sahədə fəaliyyət göstərə bilmirsiniz. İlk əvvəl hüquq tədrisini bitirməniz lazımdır. Universitet diplomunuz olması lazımdır. Ondan sonra 3 illik hüquq stajı lazımdır sırf vəkillik üçün. İxtisası hüquq olmadısa, marağı var, gedib başqa o qədər burada var ali təhsili baxırsınız ki, diplomun başqa, sahəsi başqa. Yəni amma tipdə necə olmursa da hüquqda da olmur. Bəli. İllahda ki, oxumaq lazımdır. Oxumaq lazımdır, bəli. Hal-hazırda bizim keçən bir görüşdə idim, axşam böyük bir konsalting şirkətinin rəhbəri idi, maliyyətçi idi, deyir ki, hüquq oxumaq istəyirəm, başlamaq istəyirəm, nə məsləhət görürsünüz sıfırdan. Yəni, bizdə ölkədə maraq çoxdur hüquqa. Dediniz ki, bu maliyyədə keçərlidir, amma hüquqda deyil, bəli. Maliyyətçilər, indi maliyyətçilərlə bağlı bilirsiniz ki, MES sertifikatı falan getdikcə bu məsələlər də, orada da lisenziyalaşma. Yəni, ölkə yeni bir ölkədir deyə, yəni istər-istəməz onlar qurumlar da qurulmağa başlayır və hər kəs öz ixtisasını seçməyə başlayır. Təbii ki, insanın həvəsi varsa və bu sahəni istəyirsə, yəni bunu oxuya bilər və təhsilini ala bilər. Gec də olsa başlayıb o qədər uğurlu bizim tanıdığımız əməkdaşlar var ki, elə bizim tələbələrdən var ki, 40 yaşında başlayanlar var, 50 yaşında başlayanlar var, həvəsindən sonradan vəkil olanlar var. Yəni, bu həvəslə bağlı bir şeydir. Əgər həvəsiniz və arzunuz və hədəfiniz varsa, mümkün olan bir haldır. Bizim də əsas mövzumuz biznes mühitində hüquq məsələləridir və bunun tənzimlənməsidir. İndi biz daha bir deməli, suallarımızı bunun üzərində qurmuşuq ki, təhsilçilər arasında mübahisələr necə həll olunur. Bu istiqamətdə danışacaq, amma hələ ki mövzumuza, yalnız mövzumuzun yanından keçirik. Hələ əsas içəri daxil olmuşuq. Soldan, sağdan keçirik o tərəfinə, amma daxil olmamışıq. Suallar da var. Deməli 9534 yazır ki, salam aleyküm salam, bir nəfər də 2022-ci ilin aprelində məndən borc alıb, dedi bir ilə qaytaracam. Hələ qaytarmayıb. Mən o borcu həmin adamdan məhkəmə yolu ala bilərəmmi? Bir də adamın adına ev, maşın heç nə yoxdur. Tutar ki, məhkəmə utsam, nə ilə ödəyəcək? Bu suala daha geniş cavab verə bilərəm, amma bir məsələni verim. O suala cavab versəm, bu şəxsin ziyanlı ola biləcək hal var. O hissəni keçirəm. Yox, deyin də ziyanlı ola biləcək. Çünki o biri dinləsə, yəni borclu olan dinləsə onun xeyrinə. Yox, o biri dinləmir. Dinləmirsə deyil. Birincisi, bütün... O biri əgər 2 il, 3 ildir pulu tapmıyorsa, inanmıram bizi bu dəqiqə dinlənsin. Bunu qaytarmırsa, inanmırıq ki, o bizi bu dəqiqə dinlənsin. Deyin. Diqqət edin, 2022-ci ilin aprel ayıdır. İndi biz 2025-ci ilin aprelindəyik. 3 il. 3 illik iddia müddət var müqavilələrlə bağlı. O keçdisə, siz hər şeyi sübutunuz belə olsa əlinizdə müqavilənizi aparıb məhkəməyə getsəz, qarşı tərəf gəlib ərizə verirsə ki, iddia müddəti keçib, məhkəmə yazacaq ki, bəli, düzdür, sübutlar təsdiqini tapır, iddia müddəti keçdiyi üçün tələbinizi rədd edirik. Yəni haqlı olsa belə iddia müddətinin keçdiyi üçün rədd oluna biləcək. 3 ildir. Bəli. Müqavilələrlə bağlı iddia müddəti 3 ildir. Borcun məbləği nə qədər idi? Daşınmaz əmlakla bağlı 6 ildir, ümumi iddia müddətdə 10 ildir. İddia müddətinin axımının dayanması prosesi var və onun üçün deyirik ki, hüquqşünaslarla işləyin. Yəni, işləmişsiniz, sonradan işin fatihəsi veriləndən sonra gəlirsiniz. 3 il keçir, fatihəsi verilir. 8000 manat. Fatihəsini verək mi müəllim? Yox, heç bir şeyin fatihəsi verilmir. Təbii ki, hər bir şeyə suni nəfəslə də olsa
yenidən can vermək olar. Amma bu detallar yenə işlənməlidir. Bəli, konsultasiya olmalıdır. Konfidensial məsələlər demirsiniz də, buradan necə yapsınız? Məsələn, yəni necə süni nəfəsi necə veririk? Yəni o prosesi deyin də, avadanlıq gətiririk, quraşdırırıq, neçə gün süni nəfəsdə qalacaq. İşin detalları çox vacibdir. Məsələn, orada adam əgər ödəniş veribsə də arada, burada iddia müddətinin axımı dayanır. Məsələn, müəyyən aralıqla ödəniş veribsə də ondan başlayır hesablanma. Detallar çoxdur. Şəxsin özü sübutlarla bir yerdə, yəni professional konsultasiya almalıdır və konsultasiyada bütün detallar işləndikdən sonra ona net cavab verilir. Yəni bizdə belədir. Məsələn, biz konsultasiya etməmiş heç bir işi götürmürük. Konsultasiya edirik. Bu arada konsultasiyada ödənişlidir. Yəni bizdə netdir burada qayda. Konsultasiya edildikdən sonra qərara gəlirik ki, bəs bu iş perspektivi var, yoxsa yoxdur. Yəni bütün sənədlərə baxırıq və ondan sonra belə diaqnozu qoyuruq ki, bu işin perspektivi var, yoxsa yoxdur. İddia müddəti imzalanan tarixdən hesablanır? Yoxsa müqavilədə nəzərdə tutulan ödənmə tarixindən? Müqavilənin bitməsindən mi deyir, yoxsa imzalanmasından? Məsələn, 2023-də apreldə qaytarılmalı idi. Bitməsindən. Məsələn, onun üçün deyirəm ki, şifahidirsə, deyə bilərik ki, məsələn, 1 illik vermişdik, 2023-dən başlayacaq proses. Yəni, orada detallar çoxdur. Onu bizə buraxın. Gör necə həll edirik, elə mi? Pulsuz məsləhət. Qaynanamdan işimə görə kimin almış adamım mən, yəni. Mən pulsuz iş görmürəm, yəni. Ən təhlükəli hissəni də dedim, yəni. And içmək üçün onu almışam ki, daha bunu da eləmişim. Efirimizi yekunlaşdırırıq, dostlar. Və suallarınız olarsa da, bilməm, bundan sonra nə sual verəcəksin, amma suallarınız olarsa bizim bu gün sizin şotunuzdadır. Bugünlük saat 3'ə qədər mənim hesabımdan da suallarınız nə qədər varsa, bu konsultasiya olunan suallar, təlim sualları deyək də. Deməli, fikirlərinizi yazın. Yaxşı mənada fürsət düşüb əlimizə. Ev müəllim kimi dəyərli dostumuzu dəvət eləmişik, peşəkarı dəvət eləmişik ki, fikir və suallarınız olarsa bizə bildirə bilərsiniz. WhatsApp nömrəmiz 055 203 11 03-dür. Bizə yaza, səsli mesajlar göndərə bilərsiniz. Bilirsiniz ki, canlı yayımız hər zaman kimi var. Xəzər FM-in Facebook səhifəsindən, oradan da yazıb bizi izləyərək rəy bölümünə də fikrinizi yaza bilərsiniz ki, onu da səsləndirək, heç bir problem deməli yoxdur. Hətta efirimiz bir ay belə arxivlənir qalır. Yəni canlı yayım bitəndən sonra yəni videomuz qalır. Bir ay müddətində yenidən dinləyə bilərsiniz. Nə bilim, fikirlərini yenidən bölüşə bilərsiniz. 7357 yazmış. Emin bəy bu saatı neçənci ildə fəaliyyətə başlayır? Düzdür, bayaqlar 15 ildən artıq təcrübə var. 2010-cu ildən. Tam 15 il, bəli. Və fikirlərimizi biz birazdan davam etdirəcəyik. Çünki indi biz gəlin fasiləyə keçək. Fasilədən qayıtdıqdan sonra dərhal mövzunun içərisində daxil olacaq. Hansı ki, bizim təsislər arasında mübahisəli məsələlər həlli, mübahisələr harda olur, hansı məsələdə biz yanlışlar edirik və bunun həlli, məhkəməyə qədərki proses, məhkəmədəki proses və bütün bunları birazdan danışacaq. Sahibkar dostlarımız, təsisçilikdə bir neçə nəfər olanlar, diqqətli olun, həyat da demirəm, indi başınıza nəsə gələcək. Diqqətli olun, mariflənin, öyrənin, bəlkə lazımınız olmasın, amma bəlkə lazımınız olur. Əslində mənim buradası lazımınız deyil, amma hər halda yaddaşda saxlamaq üçün fikirlərinizi də, bax eləm bizi dinləməyən də, sualınız olarsa bizə yazmaqda da davam edə bilərsiniz. Reklam fasiləsinə keçirik. Biznes adamı az sonra davam edəcək. City Park Mall'da inanılmaz fürsət. 20 martdan 20 iyuna qədər hər 40 manatlıq alış-verişdə Toyota Corolla və bir çox dəyərli hədiyyələr qazanmaq şansı əldə et. Daha çox alış-veriş, daha çox şans deməkdir. Xəzər Radiosunda reklam vaxtı. Soyuq aylar, daxili işlər üçün ən uyğun zamandır. Panda'nın Pamplus boyası bu işdə sizə kömək edəcək. Yüksək yapışma gücü, yuyula bilən və çatlamayan formulu ilə Panda Pamplus boyası hər növ daxili setləri mükəmməlləşdirir. Panda boya, rənk qatır dünyaya. Qısa nömrəmiz Ulduz 1008.
Rəqabətli biznes mühitində fərqlilik yaratmaq, keyfiyyəti işinizə daşımaq niyyətiniz varsa, GSI şirkətinin beynəlxalq səviyyədə sertifikatlaşdırma xidmətindən yararlanın və ISO sertifikatlarına sahib olun. Ətraflı məlumat üçün 010 252 2300 və 010 234 2800 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Ev və iş yeriniz üçün mükəmməl parket axtarırsınız? Azərbaycanın keyfiyyətli parket brendi olan Mr. Wood sizin üçün isti döşəmə rahatlığını, davamlığı və zamansız gözəlliyi bir araya gətirir. Cızılmaya qarşı dayanıqlıdır. Hər dizayna uyğun mükəmməl seçimləri var. Tam 25 il şirkət zəmanəti də mövcuddur. İndi Mr. Wood ilə məkanınızı yeniləyin və keyfiyyəti hiss edin. Telefon 070 288 1991. Ünvan Ağşəhər, Xəqani Rüstəmov 6. West Hospital pasiyentlərin müayinə və müalicələrinin hər zaman qüsursuz və dəqiq olması naminə bir neçə tibbi şöbələri yeni və müasir tibbi cihazlarla təchiz etmişdi. Əlaqə Ulquz 7606. Lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilmişdi. Yeni markalar, sürpriz endirimlər, mükəmməl restoranlar, məşhur fast food şəbəkələri, uşaqlar və gənclər üçün əyləncə. Portal Games, City Park Mall'da, şəhərin yeni cazibə mərkəzində 400 maşınlıq, 2 mərtəbə qapalı parking və ilk 3 saat pulsuz parklanma yolunuzu gözləyir. Rahat alış-veriş, unudulmaz dadlar və gününüzü əyləncə ilə dolduracaq bir məkana hazır olun. Ünvan Babək prospekti ilə Süleyman Vəzir küçəsinin kəsişməsi, Bakı, Ağşəhər. Abşeronda topdan qiymətə top kimi tikinti məhsulları, taxta şalban, dam örtüyü, sement, qum şınqıl boya, alış-verişini et, doya-doya. Abşerona gəl, bütün tikinti materiallarını büdcənə uyğun qiymətlərlə əldə et. Abşeron Ticarət Mərkəzi, evin üçün hər şey, ünvan, Dökbatan dairəsinin yanı. 7-17 yaş arası uşaqlarınıza Alfa Kart alın. Gündəlik xərclərini nəzarətdə saxlayın. Kartı ABB Mobile'dan tam onlayn sifariş edə bilərsiniz. Alfa Kart, yeni nəslin maliyyə dostu. Biz yeni nəsil sevirik, yenilik, hamı birlikdə alfa deyirik. Ətraflı 937. Xəzər Radiosunda reklam vaxtı. Reklam fasiləsi bitdi. Biznes adamı davam edir. Biznes Mərkəzi Sahibkarlar Klubu təqdim edir. Biznes inamdan başlar. Biznes özünü təsdiqdir. O yolun enişi də var, yoxuşu da. Əsas odur ki, ruhdan düşməyəsən. Uğurlu biznesin sirlərini bizdən öyrənin. Həftə içi hər gün, saat 2-dən 3-ə qədər. Rüfət Nadirlinin təqdimatında. Xəzər FM-də. Baş sponsor Panda boyaları, xüsusi sponsorlar City Park Mall, West Hospital, parket markası Mr. Wood, sponsorlar ISO sertifikatları üzrə xidmət göstərən GSI şirkəti, Hanoğlu Baklava Lokum və Şəki Agro Suvarma sistemləri. Efirimiz devam edir. Değerli dostlar, Ekol Vəkil Bürosunun direktoru Emin müəllim bizimlə bərabərdir. Emin İsayev şirkətlərə səslənirik ki, hüquq məsələlərlə bağlı hər hansı bir sualınız varsa, ən əsasda bizim mövzumuz istiqamətində şirkət təsisçilərinin mübahisəli məsələlərin həlli, harada mübahisə yaranır və bu mübahisələr necə həll olunmalıdır? Bax, bu mövzunu biz müzakirə edirik. Fikirlərinizi siz də yaza bilərsiniz. Sualınız varsa vəkilimizə buyurub fikirlərinizi bölürsün. 055 203 1103-dür. Bayaqdan dinləyicilərimiz yazıb. Hətta fərqli mövzudan kənara da çıxmışıq. İndi Emin müəllim danışdı. Bu təsisçilər arasında, bu biznes mühitində hüquq məsələlərinin həlli istiqamətinin mübahisəli məsələlər, təsisçilər arasında narazılıqlar nədən qaynaqlanan çox var? Ən çox da müraciətlər bununla bağlı da var. Təsisçiliyə keçməmişdən qabaq birinci bunu ifadə edeyim ki, biz əvvəlki biznes mühitindən yeni biznes mühiti arasındakı fərqi deyim. Yəni insanlar artıq hüquqi şəxsə çevrilməyə, yəni el dili ilə desək şirkətləşməyə doğru gedirlər. Yəni bizneslərini şirkətləşdirirlər. Çünki fərdə bağlı bizneslərin ötürülmə şansı yoxdur. Yəni hər kəs bir biznes qurursa istəyir ki, gələcəkdə bunu övladlarına ötürsün. Məsələn, bizim ən böyük problemlərimizdən biri çoxilliklərə malik şirkətlərimiz azdır, sayı azdır. Ki bu Yaponiyada 1000 illiklərə qədərdir, Qərbdə bu 100 illiklərlə ölçülür, yəni ötürülmüş şirkətlər, markalar, marka dəyəri. Bizdə isə bu yeni formalaşmağa başlayır və xüsusən də belə deyək, köhnə dədə-baba biznesindən başlamış biznesmenlərin uşaqları artıq xaricdə oxuyur və gəlir, o biznesi yeniləyir.
Biznes yenilənəndə, yəni şirkətləşir və şirkətləşmək üçün də ən vacib nüanslardan dedik, şirkət sözü şərik sözündən götürülüb də, yəni müxtəlif 2-dən çox şəxsin bircə fəaliyyəti. Bəli, bir şəxslə şirkət qurmaq olurmu? Bəli, olur. MMC-lərin bir çoxu bir şəxslə qurulur. Amma biznesin böyüməsi üçün siz ya investor ya da həmin sahənin əhli olan şəxsləri şirkətə toplayıb və şirkəti böyütmək yolunu seçirsiniz. Və yaxud da açarkən bir neçə dost birləşir ki, məsəl üçün bu biznesdə gəlirlik çoxdur. Biri marketinq üzrə ixtisaslaşıb, birinin networku yaxşıdır, birinin o sahənin adamıdır və birləşib bir müəssisə qurmaq istəyirlər və bir şirkət təsis etmək istəyirlər. Bayaq efirinin başında dediyimiz kimi, yəni ilk başda danışılanda hər şey zaten milyonlar qazanılır, hər şey havada uçuşur, milyonlar və proses başlanılır. Haqq üçünə bizim insanlar çox çalışqandır. Yəni gecə gündüzdür, zəhmətkeşlər və bu ailələrinin vaxtından, belə deyək, əyləncələrindən kəsirlər. Uşaqlarına ayıracağı vaxtdan kəsirlik. Maddiyatlarını belə deyək ki, ora qoyurlar və bir çox belə deyək ki, fədakarlıq eləyirlər. Amma prosesin gedişində çoxlu yavaş-yavaş xırda problemlər çıxmağa başlayır. Və bunun ana səbəbi ilk başda danışılan mövzuların yazıya tökülməməsidir. Yazının bir fərqi var ki, bu danışılan mövzunun necə anlaşıldığı bilinmir. Amma bir şeyi yazıya tökdükdə biz artıq ciddi suallar yaranmağa başlayır. Deyək ki, 3 şərikik və 3 şərik olaraq biz qərara gəlirik ki, bir X işi görək. Görəkdə bu işi kim görəcək? Kimin nə işi var? Burada biz deyirik ki, təsisçilərin öz aralarındakı iş bölgüsünün formalaşdırılması. Yaxşı, burada biri var ki, məsəl üçün o gecə-gündüz əsas işi çiyninə götürən adamdır. Bunun əməyi ilə investorun əməyinin dəyəri necə qarşılaşır? Çünki kapital tək pul demək deyil, həm də əmək deməkdir. Bunların özünün qiymətləndirilməsi lazımdır. Mən əməyimi sabah mübahisələrdən biri də bu olur ki, mən bura əmək vermişəm, mənim əməyimin dəyəri məsələn aylıq 10 mindir və ya 100 mindir. Görürsünüz, yəni bunlar müəyyənləşdirilməyəndə o öz beynində bir əmək qiyməti dəyərləndirir. Halbuki amma bu yazılı bir formatda olmalıdır. Və ya biri deyir ki, mənim networkum güclüdür, məsələn ayda bu qədər iş gətirəcəm, bunu gətirməsə nə olacaq? Çünki şirkətə ilk başda qurulan investisiya bir dönəmdən sonra bitməyə başlayır və şirkət böyüdükcə daha çox xərc tələb edir və orada dözümlülük göstərib irəliyə doğru getsə siz müəyyən dövrdən sonra qazanc götürə bilərsiniz ki, dünya praktikasında da bizim ölkədə də yəni şirkət açılan kimi partlatmağı çox istisna hallardır. Yəni müəyyən dönəm 2 il, 3 il, 4 il şirkətə görə dəyişir. Bəzən 5 il, bəzən 6 il sizin səbr eləməyiniz lazımdır ki, böyük rəqəmlərə çıxa biləsiniz. Yəni bazar payınız formalaşsın. Bunun üçün də güclü bir investisiya lazımdır. Ya bunu siz öz cibinizdən qoyasınız, ya işdən gələn gəliri oraya yatırasınız, ya da investor cəlb edəsiniz. Bu prosesin hər biri yenə deyirəm, yazılı bir proseslərə tabi olmalıdır. Yəni bu hansı halda necə olacaq? İnvestor gəlsə necə olacaq? Payı satacağıq-mı? Nə edəcəyik? Bu payın investisiya dəyəri necədir? Marka dəyəri nədir? Bunların hamısı yazılı formada razılaşdırılmalıdır. Bizdə bəzən nə nüanslar var? Ənənəvidən qalan bir söz var. Kişi sözü. Yəni biz dedik sözümüz sözdür, kəlmə kəlmədir. Ona mənim yaxşı bir cavabım var. Bir investor çağırmışdı, bir sahibkar, çox böyük sahibkardır. Adını çəkməyim, 100% siz də tanıyırsınız. Bir böyük bir problemlə bağlı idi. Nüansları da danışmıram ki, bilənlər olar deyə konfidensiallıq pozulmasın. Demişdi ki, daim da investisiyanı da artırırdı hələm şirkətə və ciddi bir nüans yaranmışdı ki, milyonlarla pul itirəcəkdi. Qayıtdı ki, bəs mənim ondan kişi sözüm var idi, kişi kimi danışmışdıq. Dedim, mən kişi işinə qarışmıram. Mən hüquqşünasam, mən sənədə baxıram. Hüquq tərəfinə bəli, yəni var sənədi, bu proses necə tənzimləyib? Bizi dedi, yoxdur. Yəni hüquq biraz kişi işinə qarışmır. Hüququn işi sənəd işidir, məsələnin sənədləşməsidir. Bu niyə vacibdir? Məncə bir çox problemlər də elə bu sənədləşmənin olmamasından dilənir. O deyir ki, mən bunu demişəm, bu deyir, mən bunu demişəm, sonra şahidlər toparlanır, bu proses uzandıqca uzanır. Məsələn, biz burada söhbət elədiyimiz halda bir-birimizi algılamamız fərqli ola bilər. Mən sizə bir şey deyərəm, siz bundan başqa şey başa düşə bilərsiniz və yaxud da mən sizdən başqa şey başa düşərəm və ona uyğun hərəkətlər edirəm. Amma halbuki indiki anımız belə sövdələşmədir. Siz məni çağırıbsınız verilişə, bir mövzudan danışacaq, siz aparıcısınız, mən özüm aparıcı kimi aparsam, siz qonaq kimi aparsınız, necə tərsinə dönəcək veriliş? Belə olmamalıdır, yəni prinsip etibarilə. Yəni bu proseslərdə, şirkətdə bu daha təməl bir şey. Yəni necə ailə qururuqsa, ailədə necə sıxıntılar, problemlər və yaxud da müsbət şeylər olursa, eyni şirkətlər də olur. Amma bu prosesi
ailədə bu prosesin belə deyək ki, daha dözümlülüyü daha çox olur, çəm şirkətdə. Yəni getdikcə siz orada daha əziyyət çəkməyə başlayırsınız. Amma bunu əziyyət çəkməmək üçün bunu təsislərin müqaviləsi, ortaqlıq müqavilələri fərqli adlarla ifadə edə bilərik. Hər bir detal yazıldıqda, ən azından demirəm, bəzən bir müştəri də olur, deyir ki, müəllim, siz çox detala gedirsiniz. Ya Allah, bismillah deyib başlayaq, sonra həll eləyərik də. Belə də bu da haqlı bir yanaşmadır. İndi tam detala getmək də biraz həvəsdən sala bilər. Amma bir ortaq yolu tutmamız lazımdır da. Yəni ən azından ilkin zəruri olan əsas nüansları müəyyənləşdirməliyik. Bu şirkətin tutaq ki, 3 ildə planları nədir, vizyonu nədir, misyonu nədir və buna getmək üçün bizə hansı investisiya lazımdır? Bad case-də biz nə etməliyik? Good case zaten məlumdur. Xoşbəxt olanda heç bir şey. Bad case-də biz hansı addımlar atacağıq? Kim investor qoyacaq? Bəli. Bunların ən azından əsaslarını götürüb bu suallara cavab verməmiz lazımdır. Müəllim, bu təsisçilər arasında mübahisəli məsələləri indi ən pis yolu məhkəmədir. Yəni son gediş yoldur. Yəni nə dedik? Yəni sonuncu yol məhkəmədir. Əgər razılaşa bilmirsə, məhkəmə qədər proseslər həll oluna bilmirsə, yəni bunun artıq siz də çox bu məsələləri həll etmişsiniz və sizə müraciət ediblər. Bu məsələlərdə son hədd nədir? Yəni və ən qalmaqallı hədlər nə olur? Sizə deyim ki, artıq bilməm, izləyicilərimiz bilir, bilmir. Bizdə məhkəmələrdə də ixtisaslaşma gedib artıq. Məsələn, əvvəllər hər şey bir rayon və mülki işləri baxan məhkəmədə idisə də, deyək ki, mülki üzrə cinayət ayrılmışdırsa, indi inzibati məhkəmələr ayrıdır. Yəni dövlətlə vətəndaş arasındakı problemləri tənzimləyən əsasən də sahibkarlar vergi işlərində inzibati məhkəməyə gedirlər. Bir də kommersiya məhkəmələri var ki, bu sahibkarlar arasındakı, sahibkarlıq subyektləri arasındakı münasibətləri tənzimləyən məhkəmədir və bu da yenidir və Azərbaycanda çox xoşdur ki, bu məhkəmələr artıq həm inzibati məhkəmə, həm kommersiya məhkəməsi ixtisaslaşır və ciddi şəkildə praktikaya töhfə verir. Bunlardan biri nədir? Məsələn, ən məşhuru deyim. Məsələn, əvvəllər sahibkarlar vergi ilə bağlı gələn, məsələn, sizin birinin borcu var. Siz qaymə göndərirsiniz. 5 günü keçdikdən sonra avtomatik təsdiq var da. Yəni bununla bağlı ciddi təsdiq etməsə belə təsdiqlənir. Təsdiqlənir və gedir və sahibkarlar bunu deyir ki, məsələn, bu məhkəmə praktikasında formalaşır ki, avtomatik təsdiqdə necə olacaq? Çünki mən sizə göndərdim, şirkətinizi bilirəm. Göndərdim və avtomatik təsdiqləndisə onun axırı necə olacaq? Bu məhkəmə praktikasında formalaşır. Hər şey qanunla tənzimlənmir. Yəni biz bu prosesləri məhkəməyə apardıqca bir praktika formalaşır. Fərqli praktikalar formalaşır. Onun üçün də sahibkarlar bu prosesin hər bir anında, biz dedik, yəni şirkəti təsis etdikdən bu məhkəməyə gedənə qədər prosesin hər birində professional, o sayın ekspert, vəkil və hüquqşünaslarla işləməyə onların daim xeyrinədir. Hər bir halda detallı olaraq. Yəni burada biz bütün prosesi ələ ala bilmərik. Amma detallara getsək, ən pis halda gedirik məhkəməyə. 2 yolumuz var da, ya udacağıq da məhkəmənin gedişatında. Amma buna səbəb nədir? Mənim əsasa gəlmək istəyirəm, təmələ. Udub-uduzmamamızı bizim vaxtımızda verədiyimiz qərarlar çox rol oynayır. Yəni, bu bayaq dediyiniz kişi sözündən əlavə nə sözləri var? Heç vaxt bunu yadından çıxarmasın ki, sahibkarlar. Mübahisələr tanımadığınız adamlar arasında olmur. Tanıdığınız adamlar arasında olur. Xüsusən qardaşlar arasında, xüsusən dostlar arasında. Tanımayanlar arasında müqavilədir, rəsmi prosedurdur. Hər kəs bunu icra edir. Yəni o çox da praktikada deyil, amma bu mənim qardaşımdır. Tanıyan adamlarda arxayınlıq mı olur bu? Güvən mi edir? Arxayın, güvən. Biz güvən anlayışına səhv baxırıq. Yəni ki, biz güvənirik. Güvən, yenə güvən. O zaman müqavilə anlaşılar olsun. Yəni bir-birinizi təmiz başa düşdüyünüzü biz müəyyənləşdirək. Onun üçün siz bu sahənin ixtisaslaşmış vəkil və hüquqşünaslarının bu prosesə cəlb etməlisiniz ki, hətta maliyyətçiləri ki, ən azından əsasları müəyyən eləyəsiniz ki, gələcəkdə mübahisə çıxsa belə, biləsiniz ki, mən buna imza atdım, güvənmişdim, imza da atdım, axırı belə oldu. Bir var etməyib hərəkət edəsiniz, bir də var edib hərəkət edəsiniz. Biz özünü güvəndə saxlamaq üçündür. Bir dinləyəm, 73-50 təşəkkür edirik xoş sözləriniz üçün, bizə alqış düşür sizə. Sonra 42-52 deməli yazır bizə ki, hər vaxtınız xeyir olsun, mövzuya uyğun olmasa da bir sualım var. Əgər qaynana oğlunu həyəsindən qovsa, məhkəmədə hansı qazana bilər? Oğul yoxsa qaynata? Deyir, ata-ana demək istəmişdim, çünki xalamın qaynatası qovub. Belə də, qısa yazmışsınız, qaynanası yazmaq istəmişsiniz də, yəqin ki, qaynatası qovub həyətdən məhkəməli olub. İş maraqlıdır mənə ki, xalam qazanar yoxsa qaynatası?
yarış kimi getdi. Bəli. Biraz Kim udar, kim udar. Orada mülkiyyətçi, detallar çoxdur. Yəni mülkiyyətçi kimdir, nə zaman köçüb ora gəlin tərəfdirsə gəlin köçüb, o oldusa da orada istifadə hüququ varmı, yoxmu? Orada detallar çoxdur və onların hamısını biz belə deyək, konsultasiya etməmiş bir şey deyə bilmirik. Yəni. Detallara baxmamış bir şey deyə. Uzaqdan müalicə eləmək kimidir həkimin. 15 ildir köçüb. 15 ildir köçüb, oğuldan söhbət gedir, yoxsa gəlindən söhbət gedir? Bir ata-ana demək istəmişdim, bəli. Oğuldan söhbət gedir, düzdürmü? Gəlin. Dedim axı, çünki əsas mübahisələr bu gəlin mübahisələrdir. Bizdən əvvəllər mülki məcəllədə bu gəlinlərin hüquqlarının qorunmasından bağlı, əgər faktiki köçmə halı var idisə də onu mülki məcəllə istifadə hüququ kimi tanıyırdı. Amma 2008-ci ildə mənzil məcəlləsi qüvvəyə minəndən sonra ona sadəcə belə deyək, mənzildən ayrıldığı müddətdə 3 illik kira, yaşadığı ərazinin kira nisbətindəki bir istifadə hüququ yaranıbsa da ona uyğun belə deyək, kompensasiya məbləği verilir, çıxarılma ilə bağlı istifadə hüququ yaranıb. Yaranmırsa da mülkiyyətçinin hüququdur, mülkiyyətindən digər şəxsləri çıxartma hüququ var. Çıxarda bilir. Bəli. Bununla bağlı onun üçün də biz deyirik ki, məsəl üçün orada da güvən söhbəti, nicah müqaviləsi кейsinə girir ki, evlənməmişdən əvvəl bu məsələlər nicah müqaviləsində detallı incələnsə, gələcəkdə bu belə problemlər də çıxmaz. Amma təəssüf ki, biz mental olaraq buna pis baxırıq. Amma sonradan vuruşmağa yaxşı baxırıq. Bəli. Elə vuruşuruq ki, biz hətta saxlamırıq. Hətta saxlamırıq. Geri dönməyə bir şey də saxlamırıq. Ən çox da uşaqlar əziyyət çəkir. Bəli, təbii ki, psixoloji, həm mənəvi, həm artıq ailə bağları da qopur orada. 40-52 çox sağ olun. 79-40-dan fikir var. Deyir, bir nəfər atasından torpaq qalıb, hələ kupça almayıb. Həmin adamla mən notariusdan kənar yazılı ilkin alqı-satqı müqaviləsi edə bilərəm, yoxsa bu ilkin alqı-satqı müqaviləsi mütləq notariusda təsdiqlənməlidir? Ümumiyyətlə, daşınmaz əmlaka dair proseslərin hamısı notariusda təsdiqlənməlidir, amma bizdə çox vaxt bu sənədsiz torpaq sahələrinin alınmasından bağlı ya etibarnamə ilə alırlar, ya fərqli formada. Bunun o dediyimiz riski olmayanda, yəni heç bir problem çıxmasa heç bir problem yoxdur. Amma problem çıxmağının ehtimalı daha böyükdür. Çünki yenə dedim, sənədsizsə sabah mübahisə yarandıqda ciddi bir şəkildə böyük itkilərə məruz qala bilirsiniz. Deyir, maraqlı mövzuya toxundunuz. Kiçik bir biznes açmaq istəyirəm. Deyirlər, şirkət kimi açanda öhdəliyin çox olacaq. Fiziki şəxs kimi aç. Bu həqiqətən belədir. Nə fərqi var ki, işçi sayımız başlanğıcda 3-4 nəfər olacaq. Ola üçün fərdi sahibkar kimi bir nəfərlə də başlaya bilərsiniz. Orada dövriyyə məsələsi var da, keçmirsinizsə. Sizə milyonluq bir məsləhət verim. Fiziki şəxs olaraq siz öz əmlakınızla məsuliyyət daşıyırsınız. MMC olaraq nizamnamə kapitalından. Nizamnamə kapitalı 100 manatdırsa? 100 manatsa 100 manatla məsuliyyət. 10 manatdırsa 10 manat, 20 manatsa 20 manat. Hüquqi şəxsdir, fiziki şəxsdən ayrı bir şəxsdir. Yəni siz o deyilsiniz. Yəni fiziki şəxs fərdi olaraq alsa, artıq ev mülkü onun getdi. Yəni yönəldə bilərlər. Samir oradan deyir ki, ev getdi. Yəni maşın da getdi. Nədənsə orada qaçmaq üsulu deyil. Artıq zaten fiziki şəxslərin də verici yükümlülüyü getdikcə artır templə gəlir. Hüquqi şəxslərdə məsuliyyətiniz daha çox hüquqi şəxsin nizamnamə kapitalından əhatə olunur. Bu da milyonluq məsləhət. Milyonluq, çox sağ olun milyonluq məsləhətinizə görə. İmkan vermirlər mənə sual verim. Hamısı dinləyicilərimizə çox sağ olun, zarafat edirəm. İndi yenə qısa fasiləyə keçid edək. Sonra yenə bizim Emin bəyin məsləhətləri olacaq, davam edəcək. Bizdən ayrılmayın. Reklam fasiləsinə keçirik. Biznes adamı az sonra davam edəcək. Xəzər radiosunda reklam vaxtı. Biznesinizi böyütmək vaxtıdır. Çünki Bank of Baku'da iş adamı və sahibkarlara 100.000 manatadək mikro biznes krediti var. 100.000 manatadək krediti gürovsuz, zaminsiz, üstəlik 12 ayadək güzəşlə əldə edib hədəflərinizi reallaşdırın. Daha ətraflı 145. Bank of Baku. Soyuq aylar, daxili işlər üçün ən uyğun zamandır. Panda'nın Pamplus boyası bu işdə sizə kömək edəcək. Yüksək yapışma gücü, yuyula bilən və çatlamayan formulu ilə Panda Pamplus boyası hər növ daxili setləri mükəmməlləşdirir. Panda boya, rənq qatır dünyaya. Qısa nömrəmiz Ulduz 1008.
West Hospitalda icbari tibbi sığorta çərçivəsində vətəndaşlar invaziv radiologiya, angiografiya, KT, MRT, mammografiya, damar və endoprotez əməliyyatları xidmətlərindən yararlana bilərlər. Ətraflı Ulduz 7606. Lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən verilmişdi. Ev və iş yeriniz üçün mükəmməl parket axtarırsınız? Azərbaycanın keyfiyyətli parket brendi olan Mr. Wood sizin üçün isti döşəmə rahatlığını, davamlığı və zamansız gözəlliyi bir araya gətirir. Cızılmaya qarşı dayanıqlıdır. Hər dizayna uyğun mükəmməl seçimləri var. Tam 25 il şirkət zəmanəti də mövcuddur. İndi Mr. Wood ilə məkanınızı yeniləyin və keyfiyyəti hiss edin. Telefon 070 288 1991. Ünvan Ağşəhər, Xəqani Rüstəmov 6. Yeni markalar, sürpriz endirimlər, mükəmməl restoranlar, məşhur fast food şəbəkələri, uşaqlar və gənclər üçün əyləncə. Portal Games, City Park Mall'da, şəhərin yeni cazibə mərkəzində 400 maşınlıq, 2 mərtəbə qapalı parking və ilk 3 saat pulsuz parklanma yolunuzu gözləyir. Rahat alış-veriş, unudulmaz dadlar və gününüzü əyləncə ilə dolduracaq bir məkana hazır olun. Ünvan Babək prospekti ilə Süleyman Vəzir küçəsinin kesişməsi, Bakı, Ağşəhər. Rəqabətli biznes mühitində fərqlilik yaratmaq, keyfiyyəti işinizə daşımaq niyyətiniz varsa, GSI şirkətinin beynəlxalq səviyyədə sertifikatlaşdırma xidmətindən yararlanın və ISO sertifikatlarına sahib olun. Ətraflı məlumat üçün 010 252 2300 və 010 234 2800 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Bankov Baku'dan bahar krediti. İndi Bankov Baku'dan 50.000 manata dek nağd pul kreditini minimum 9.9 faiz ile elde edin. Bankov Baku. O hem təmirdə, həm də alışverişdə usta olduğuna görə səbəti dolu, qənaəti boldu. Abşeronla alışveriş səbəti sevinç doludur. Abşeron Ticarət Mərkəzi. Xoşbəxtliyin üçün hər şey. Ünvan Lökbatan dairəsinin yanı. Yeni telefon, səyahət və ya gələcək planlarınız üçün pul yığmaq istəyirsiniz? ABB-nin dama hesabı ilə yığım edin, illik 6% qazanın. Elə indi ABB Mobile-a daxil olun, dama hesabınızı açın. Ətraflı 937. ABB, müasir, faydalı, universal. Xəzər Radiosunda reklam vaxtı. Reklam fasiləsi bitdi. Biznes adamı davam edir. Biznes Mərkəzi Sahibkarlar Klubu təqdim edir. Biznes inamdan başlar. Biznes özünü təsdiqdir. O yolun enişi də var, yoxuşu da. Əsas odur ki, ruhdan düşməyəsən. Uğurlu biznesin sirlərini bizdən öyrənin. Həftə içi hər gün saat 2-dən 3-ə qədər Rüfət Nadirlinin təqdimatında Xəzər FM-də. Baş sponsor Panda boyaları, xüsusi sponsorlar City Park Mall, West Hospital, parket markası Mr. Wood, sponsorlar ISO sertifikatları üzrə xidmət göstərən GSI şirkəti, Hanoğlu Baklava Lokum və Şəki Agro Suvarma Sistemləri. O qədər maraqlı mövzumuz keçdi ki, mənim suallarım qaldı. Vallah da ki, yəni biz o qədər deməli, indi biz nə edirik? Biz MM'dən indi efirdə şifahi razılıq alır. Efirdən sonra müqavilə bağlayacaq. Efirə gəlmə. Demir, bütün hər şey sənəddə olmalıdır. Bəli. Elə deyil müəllim? Bəli. Deməli, MM'in növbət dəfələrdə də dəvət edəcək. Bu da elə sənədləşmədir. Bəli, bu da. Yazılı deyil, çünki video kontent. Bu da bir sübutdur da, düzdürmü? Onsuz da bizim efir qeydə alınır. Müqavilə tək yazılı olmur, həm də şifahi olur, bəli. Tək sübuta yetirə bilir. Biz bəzən bunu danışdığımızda kişi sözü kimi başa düşürük. Amma bu hüquq tərəfinə keçirdiyimiz anda bu görürsünüz, bunlar da bir sübutdur. İndi telefonda video qeydə alınanlar sübutdur. Əgər onun montaj tərəfi yoxdursa, səs, bəli. Səs o kimi. Necə? Razılığı var. Bəli, razılığı varsa təbii ki, onlar olmalıdır. Bəzən biz acı o proseslərdə düzgün etmirik. Bəzən məlumat vermədən belə nəyisə edirik. Ona görə misal üçün biz hər dəfə deyirik ki, öncədən başlayırıq, canlı yayımız var ha, yəni xəbəriniz olsun. Və son fikirlərinizi inşallah növbətdə efirlərdə dəvətimiz qəbul edəcəksiniz, məmnun olarıq. Bir neçə istiqamətdə danışarıq. Biznes, Allah köməyiniz olsun. Və son olaraq və elə sırf biznes istiqamətində bugünkü biznes müddəki hüquq tərəfindən bağlı sahibkarlara nə sözünüz var idi? Ümumiyyətlə, həm yeni başlayanlara, həm mövcud bizneslərini genişləndirmək istəyənlərə hüququn problemləri həll edən hissəsini deyil də, bunlar da vacibdir.
problemlər yaranmamışdan qabaq sığortalayan kimi baxmağı tövsiyə edirəm və hüquqa xərc kimi deyil də özlərinin sinir sisteminə, psixologiyasına yatırım kimi baxmaq lazımdır. Yəni niyə bizdə səhv algılanır ki, problem olanda pul, yəni biz əmtəə kimi baxırıq. Yəni bazardan gəlib gilas aldıq, bunu yedik, buna pul vermək olar, amma problemi həll eləyənə pul vermirik. Həkimə müalicəyə xəstələndiyimiz kimi, xəstələnəndə getdiyimiz kimi vəkilə də problemin fatihəsi verildikdən sonra gedirik. Amma halbuki ilk öncə gəlsək, həm konsultasiya daha ucuz olur, həm də probleminiz ötüşmüş olur. Amma siz bunu sonradan elədikcə daha çox xərciniz çıxır və problemin həlli də daha çətin olur. Bəli. Və hüquqşünasa niyə pul verməlisiniz söhbəti bundan gəlib çıxır ki, bu sizi sığortalayır. Yəni həm biznesinizi sığortalayır, həm psixologiyanızı sığortalayır. Yəni mümkün qədər təbii ki, bu əhatədə. Biri var, bunu başdan eləyəsiniz və deyirlər problem çıxmadı axı. Problem çıxmadı, niyə? Buna pul xərcləyir. Pul ona görə xərcləyirik ki, problem çıxmasın. Biz pulu problemə xərcləyirik. İnşallah arzum və ümid edirəm ki, sahibkarlarımız pulu problemə deyil də problem çıxmamaq üçün xərcləyirlər. Bəli, digər investisiyalara xərcləyir, yaxşı layihələrə. Çünki mənə sərf eləyir ki, və biz vəkillərə sərf eləyir ki, sahibkarlarımız çox qazansın. Çox qazananda bizlə də bölüşə bilirlər. Qazanmayan sahibkar həm dövlət işçinin itirilməsidir, iş yerlərinin bağlanması deməkdir, neçə ailənin belə deyək çörəksiz qalması deməkdir. Yəni sahibkarlar mənim düşüncəmdir. Bunu bir çox yerdə demişəm. Həqiqətən sahibkarlar qəhrəmandırlar. Çox çətin bir mühitdə işləyirlər. Yəni özüm də sahibkar olduğum üçün bunu deyirəm. Yəni bir biznesi qurmaq çox çətindir. Və onu saxlamaq, davam etmək çətindir. Bəli, onu saxlamaq. Qurmaq MMC qurmaq nədir ki? Onun adını versən bizə limit yoxdur. Amma onu saxlamaq, illərlə o işçilər var ki, o maaşını alır, gedir, amma o ayın sonunu düşünən sahibkardır. Onlar qəhrəmandırlar. Yəni bu çətin bir mühitdə də, yəni bizim dövlət təzə qurulub, vergi məcəlləsi bir maddəsi birdən-birə dəyişə bilən bir prosesin içində ola bilirik və ona rəğmən ayaqda qalmaq və müəssisəni saxlamaq, onlar bir çox ailənin həyatına toxunurlar. Onun üçün onları qorumaq da bizim funksiyamızdır. Biz də xahişimiz və tövsiyəmiz bundan ibarətdir ki, problem çıxandan sonra bizə gəlməyin. Problemdən qabaq gəlin ki, daha ucuz və daha rahat olsun. Bəli, həm ucuz olsun, həm də rahat olsun. Mənim təşəkkür edirik. Dəvətimizi qəbul edərdiyiniz üçün, xoş müzakirə üçün sizə təşəkkür edirik. Mən təşəkkür edirəm. Pozitivliyiniz bu ağır mövzunu belə müsbətə çevirir. Gülərüzlüklə keçirmək lazımdır. Sizə çox təşəkkür edirik. Xoş bir efir üçün, dostluğumuz üçün, səmimiyyətiniz üçün. Bu qarşılıqlı səmimiyyət həm də qarşımızdakı olan insandan aldığımız müsbət bir dostluq enerjisidir. Buna görə sizə təşəkkür edirik. Minnətdarıq. Peşəkar fəaliyyətinizdə uğurlarınız daima sizinlə olsun. Biz dostlarımıza nə düşür? Bəzən çətinə düşəndə sizin yanınıza gələk. Çətinə düşməmişdən gəlir. Çətinə düşməmiş olsa gəlirsiniz də mənim. Siz gəlirsiniz. Yəni bir də ona xoş şeylərə gəlin. Yəni əmlak alqı-satqısına eləyəsinizsə, gəlin ilk başdan eləyək. Yəni problemsiz olsun. Və yaxud da nicah bağlanasınızsa müzakirə eləyək. Xoş şeylərdə də müzakirə eləmək olur. Tək problemi çıxanda hüquq. Tamamilə doğrudur. Çox təşəkkür edirik və efirimizi yekunlaşdırırıq dəyərli dostlar. Ekol Vəkil Bürosunun direktoru Emin bəy İsayev bizimlə bərabərdir, Vəkillər Kollegiyasının üzvü. Bugün efirimizi yekunlaşdırdıq. Yaxın bir saat ərzində diqqətiniz üçün də sizə təşəkkür edirik. Mikrofonu mən idim, Rüfət Nadirli. Geçenleri bir yere yığdım, yattan çıxarıb tek bir məsal